Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adaihim ecmaîn. Allahumme accil ve likel ferac. Deməli özlər, məhdəviyyət mövzusunun davamı olaraq qeyd edəcəyimiz bu mətləb də çox mühümdür. Çünki bilirsiniz ki, bu mövzu ilə bağlı bunun özü qəti bir inanc olduğuna görə tarixdə dəfələrlə təkrar yalancı Mehdilər ortaya çıxıbdır və günümüzdə də var, bilirsiniz. Və bunların biz tarixinə baxanda Məhdi adı verilən ilk şəxs biz görürük ki, Muhammed Hənəfiyyənin özü olubdur. İndi biz Muhammed Hənəfiyyə haqqında ayrıca bəhs aparırıq. İnşallah ki, bunlar nəsib olsa toxunacaq. Və burada qeyd edək ki, bəzi tarixi mənbələrə baxanda Muxtar Səqəfinin Muhammed Hənəfiyyəyə Məhdi ləqəbi ilə müraciət elədiyini görürük. Və belə ki, Muxtar Səqəfi hətta öz rəsmi məktublarında Muhammed Hənəfiyyəyə Məhdi deyə müraciət eləyibdi. Məsələn, Əl-Bidayə və Nihayə kitabında gələn mətn əsasən. Və tarixi mənbələrə əsasən öz qiyamını bu şüarlarla başlayıbdı ki, mən sizə Məhdi tərəfindən göndərilmişəm. O da kimdir? Muhammed bin Ali ibn Hənəfiyyə və həmçinin tarixçi İbn Sədin özü belə Ət-Təbəqatul Kubra kitabının 2-ci cildin 82-ci səhifəsində yazır ki, Muxtar insanları Muhammed və onun ailəsinin razılığını qazanmağa dəvət edir və Muhammed Hənəfiyyə sitayiş eləyərək ona tabi olaraq Məhdi deyirdi. Və bu Muxtar barəsində formalaşmış bu fikir yalnız onun cümlələrindən və xitablarından başa düşür. Amma onun Muhammed Hənəfiyyəni həqiqətən də İmam Məhdi bilməsi barəsində bir əsaslı sübut yoxdur. Və bundan əlavə Muxtarın Muhammed Hənəfiyyəyə Məhdi deyə müraciət etməyində biz Muxtarın əsas niyyətini bilmirik. Yəni Muxtarın Məhdi kəlməsində məqsədi həqiqətən də vəd edilmiş Məhdi 12-ci imamdır ki, Muxtarın Məhdi kəlməsində məqsədi yoxsa insanları sadəcə hidayətə çağıran sadəcə bir Məhdi olmasıdırmı? Çünki Məhdi kəlməsi ərəb mənşəli sözdə hədəyə sözünündəndir kök olaraq. Yəni hidayət edən, yol göstərən, hidayət olunmuş mənaların verir. Bu ümumi mənada işlədib yoxsa sonuncu imamın yerinə mi aid edibdir? Heç bu da bəlli deyil, bunu kimsə konkret düşür. Və tarixin bəzi səhifələrdə Muhammed Hənəfiyyənin də hətta öz dilindən yazırlar ki, öz oğlunu şiələrə tərəf göndərib bu sifariş edib ki, mən sizi yaxşılığa dəvət edən Məhdiyəm, sizdən kimsə mənə salam vermək istəsə, belə desin, salam olsun sənə, ey Muhammed, yəni mənə Məhdi deyib salam verməyin. Tarixçilər də Keysaniyyə firqəsinin yaranmağını, Keysanilərin əqidələrin əsasını təşkil edən Muhammed Hənəfiyyənin Məhdi olmağını da məhz bu məlumatlar əsasən yazıblar. Və bunlar da qeyd etdiyimiz kimi Əhl-i-Sünnə mənbələrindən gələn rivayətlərdir, tarixi məsələlərdir ki, Keysanilər Məhəmməd Hənəfiyə böyük etiqad ediblər və onun Məhdi olduğunu iddia ediblər. Hətta onun ölümünü qeybə çəkilmək kimi də qələmə veriblər və rəzət eləyəcəyinə, diriləcəyinə, gəlinəcəyinə inanıblar. Və Keysanilərin Məhəmməd Hənəfiyə olan inancları onun Məhdi, yəni əksinə vəd olunmuş Məhdi 12-ci imam olmağından da gətirib çıxardır ki, bunu görürük ki, onlar o cür etiqad edirdi. Və Keysanilərin inancına əsasən Muhammed Hənəfi ölmür və Rədva dağının ətəyində gözəl bir məkanda yaşayır. Aslanlar daim onu qoruyur ki, təbii ki, Muhammed Hənəfiyyənin Rədva dağının ətəyində yaşamağı Keysanlı tərəfindən bir mənalı qarşılanmır. Bunu dedim ki, onlarda ixtilaf var. Və dağın adını başqa cürdə hətta qeyd edənlər var. Daha geniş istəyənlər Əl-Keysaniyyətə fil Adab tarixi adlı kitaba da müraciət edib baxa bilərlər orada bu məzhəb haqqında, iddialar haqqında. Yəni əsas məsələ budur ki, Muhammed ibn Hənəfiyyə barəsində Məhdəviyyətin əsas iki prinsipi Məhdi və qeyb iddiası olubdur. Və ilk Məhdi iddiası da buradan başlayır. Muhammed ibn Hənəfiyyə dünyasını dəyişəndə, yəni 84-cü hicri qəmərində onun tərəfdarlarının bəzisinin onun qeybə çəkildiyini yox, əksinə ölümünə inanmaqlarına baxmayaraq onun İsa əleyhissalam kimi qayıdışını iddia ediblər. Amma bir çoxları da onun ölümə yox, qeybə çəkildiyini etiqad ediblər ki, belə bir şəraitdə müxtəlif növ iddiaların olmağı təbiidir ki,
yeni fikirlərin formalaşmağına da səbəb olurdu. Yəni Keysanilərin daxili inadlarından biri də Muhammed ibn Hənefiyyənin övladı Əbu Haşimin İmam Məhdi olması idi. Ki o Muhammed ibn Hənefiyyə dünyası dəyişəndən sonra bəziləri onun oğlunun Haşimli Məhdi olduğuna etiqad edib iddia qaldırdılar. Hətta İmamül Qaimül Məhdi adlandırmağa başladılar. Və daha maraqlısı bu idi ki, Abdullah ibn Muaviyyə ibn Abdullah bin Cəfəri də Hicri 128-ci ildə Əbu Muslim tərəfindən öldürülən şəxsdir. Ölümündən sonra Peyğəmbərin bəşarət müjdə verdiyi Qaimül Məhdi adlandırılıbdır. Onu da qeyd eləyək ki, Abdullah ibn Muaviyyə Keysanilik firqəsinə mənsub birisi idi, amma ölümündən sonra onu Mehdilik kimi tanımaqla yanaşı ölmədiyini iddia ediblər. Hətta onun İsfahanda yaşadığını və hakimiyyət qurmaq üçün fürsət gözlədiyini iddia edənlər vardı. Çünki bu görürük ki, Keysaniyə firqəsinin içində özündə ziddiyyət var. Əgər Muhammed Hənəfiyyə ki, İmam Məhdidirsə, bu bir nəfərdir. Bunun şəriki yoxdur ki, sonra bunun oğlu olsun, sonra başqa bir filan kəs olsun. Digər bir iddia olunan Əbdurrahman bin Əşəs Qəhtani idi. Bu şəxs hicrətin 83-cü ilində doğulubdur. Səhih Buxari və Müslimin kitablarında Əbu Hüreyrədən hədis gəlir ki, Lə təqulmusa hətta yəxrucu rəculun min Qəhtan yəsraqun nas bə'sah. Ki, Qəhtan tayfasından bir kişi insanlara rəhbərlik eləməyənə qədər qiyamət olmayacaq. Hədisdə adı çəkilən Qəhtani gərək bir yolla Ədnan tayfası ilə əlaqələndirilsin, yoxsa Peyğəmbər nəslində sayılmayacaq. O köşə getməli, çıxmalıdır şəcəriyə. Çünki İmam Məhdi cavab verəcək, Peyğəmbər nəslinin olmağı qaçılmazdır. Məsudinin də rivayətlə səsən Əbdurrahman bin Əşəs Qəhtani diqqət olunması şəxsiyyətdir. Çünki həmin bu Məsudi At-Tanbiyyə vəl-Əşrəf kitabının 271-ci səhifəsində yazır ki, Qəhtani Yəmən xəlifəsi olan Həccacı Əbdülməlikin vasitəsi nümayəndəlikdən çıxarmaq məqsədi Sistana qayıdır. Yolda İraq əhalisindən olan Nəssaq və Qurra tayfaları onu qoşulmaqla qoşunun sayını çoxaldır. Əbdurrahman ibn Əşəs Qəhtani bu fürsətdən istifadə edir, Əbdülməlikin istifasını tələb edir. Özünü möminlərin yardımcısı adlandırır və Qəhtaninin barəsində deyirlər ki, o Yəmanilərin, yəni Yəmənli cəmaatın ən intizarında olan Qəhtanidir. Hansı ki, gəlib hakimiyyəti qaytaracaq. Digər bir şəxs Ömər ibn Əbdüləzizdir ki, bu şəxs 101-ci hicrət ilində dünyaya gəlibdir. Bəni Ümeyyə xəlifələrinin qara tarixi və zülümləri səbəb olur ki, insanlar yaxşı xüsusiyyətləri Ömər ibn Əbdüləzizdə axtarsınlar. Ona görə də nəhayət ki, Məhdi sözünü ona aid edirlər. Əvvəllər Yəhudi olan İbn Mənbə belə bir hədis gətirir ki, İn kənə fi həzəhil ümmə Məhdi fəhuvə Ömər bin Əbdüləziz. Əgər bu ümmətdə Məhdi varsa, olacaqsa, o qaçılmazdır ki, Ömər ibn Əbdüləzizdir. Və bu cümlədən də başa düşülür ki, Məhdəviyyət mövzusu hədisin zamanından da qabaq hətta aktual olubdur. Çox açıq, aşkar olubdur və Ömər ibn Əbdüləziz barəsində Vəhəb ibn Mənbənin cümləsinə bənzər eyni ifadəni Həsən Bəsri də deyibdir ki, əgər İmam Məhdi olacaqsa, o Ömər ibn Əbdüləziz olacaq. Həmçinin bu başqa cümlələri Səid ibn Müsəyyib də nəql edibdir. Əl-Bidayə və Nihay kitabında nəql olunubdur və eyni zamanda Bəni Ümeyyə yer üzünü ədalətlə doldurmaq istəyən şəxsi susturmaq istədi olaraq keçir kitablarda və hətta təəccüblüsü odur ki, belə hədisi İmam Baqir Əleyhissalama aid edilənlər də var. Ki, məsələn, Mədinə Tarixi Diməşq kitabında 6-cı cildin 431-ci səhifəsi ki, İmam Baqir Əleyhissalamın belə bir hədis var ki, Peyğəmbər bizdən və Məhdi Əbdüşəms tayfasındandır mətnində bir imamdan hədis gətiriblər. O da Ömər ibn Əbdüləzizdir. Belə bir rivayət gətirirlər, hətta Ət-Təbəqat-ül Kubra kitabında. Və çox maraqlıdır ki, o zaman Məhdi adı Ömər ibn Əbdüləzizdən başqa digər insanlara da deyilmişdi. Musa ibn Təlhə ibn Abdullah Muxtarın qiyamından sonra Kufəyə gəlib bir neçə nəfərlə yenidən Bəsrəyə qaçmışdı. Sonra onun barəsində o zamanın Məhdisi də deyilmişdi. Təbii ki, mümkündür ki, Məhdi ləqəbi sonradan adlarla qeyd olunmuş şəxslərə verilsin. Yəni, bu ləqəbi Muhammed Hənəfiyyə aid eləsələr də digərlərinə, məsəl üçün Təlhənin oğlu Musaylə deyilməsi artıq adi hal almışdır. Və məşhur Bəni Ümeyyə şairi, hətta Cərir Süleyman ibn Əbdülməliklə Məhdi deməsi məsələsində yuxarıda bizim qeyd etdiyimiz məsələni daha da qüvvətləndirir.
Və Əməvi dövlətinin 3-cü 10 illiyinə nəzər salanda görürsən ki, İmam Məhdi mövzusunda daha geniş və aktual bir dönəm açılır və bu mövzu o qədər aktual idi ki, hətta Bəni Ümeyyə xəlifələri bu inancı özlərinə aid edib hakimiyyətlərini İmam Mehdi hakimiyyəti kimi göstərirdi. Digər bir iddia olunan şəxs Salih ibn Tərif idi və o da Hicri 110-cu ildə doğulubdu. Barbarlar, vəhşi insanlar, yəni əsrlər boyunca ixtilaf salmaqda, yeni fikirləri müdafiə etməkdə və terroru dəstəkləməkdə ittiham olunublar. Və o cümlədən də kimsə peyğəmbərlik, məhdəcilik və xaricilik iddiasında olursa, tez onları da himayət edirdilər. Yəni, parçalanmağa, fitnəyə meyilli şəxslərdə öz qanatları altına alırdılar bunlar. Və uzaq qərb hakimiyyət silsiləsinin əsasını qoyanlardan biri də, belə deyək ki, Salih bin Tərif idi. Və həmin bu Salih ibn Tərif haqqında yazırlar ki, onun nəsli Yəhudi əsrli olan Bərbat Əndəlusi və Bərbat Əndəlusinin də əsli Şamona gedib birləşir və o bir müddət elmə yiyələmək məqsədi şərqə üst tutur. Qalyani Qədir adında şəxsin yanında tələbəçilik edir və sehr aləmlərinə də gedib çıxır, hətta orada başlıyor elmlərdən öyrənməyə, sirli elmlərdən. Sonralar Tonsana torpaqlar adlı torpaqlara, məkanlara gedir və İslam dinini qəbul edir. İnsanlar arasında mömin simasını tanımağa başlayandan sonra öz missiyasına başlayır və bu iddianı qaldırır, deyir ki, Quranın Təhrim surəsinin əgər siz ikiniz Allaha tövbə etsəniz ki, qəlbləriniz dönmüşdür, ki, əgər ona, yəni Peyğəmbərə qarşı bir-birinizə kömək olsanız da bilin ki, şübhəsiz Allah özü Cəbrail və möminlərin əməli salih olanı onun köməkçiləridir, yəni Peyğəmbərin. Və bunlardan sonra mələklər də arxalarıdırlar, dəstəyidirlər. Ki, burada Təhrim 4-cü ayəsində deyir, burada ayədəki o salih sözü mənə aiddir, yəni salih sözü mənim adım Salih ibn Tərif ilə bağlıdır və hakimiyyəti oğlu İlyasa tapşırıb Əndəlus hakimiyyətinə yaxın olmağı tövsiyə edir, sonra özü şərq torpaqlarına tərəf gedir və iddia qaldırır ki, mənim 7-ci nəslimə olan muluk bəs bu gün qayıdacaq. O öz zamanının sonunda zuhur edəcək, Dəccalı qətlə yetirəcək, İsa arxasında namaz qılan, dünyanı ədalətlə dolduran və zülmün kökünü kəsən Məhdidir. Və bu barədə də bəzi mətləblər də Sərhi Kahin və İbn Abbas da nəql edibdir ki, Əl-Bəyanul Məğrib kitabında, Əl-İstibtar fi Əcaib-ül Ənsar kitabında ki, nəql olunubdurlar və Salih ibn Tərifin Məhdi sözündən necə istifadə etdiyi bizə dəqiq məlum deyil. Amma sözü gedən mənbələri biz qəbul eləsək ki, bu yazılanlarda deyiblər, onu da etiraf eləməliyik ki, 1-ci və 2-ci əsrlərdə qərb torpaqlarında da Məhdiçilik mövzusu aktual olubdur. İnsanlar bu barədə müzakirələr aparıblar. Və belə deyim ki, Məhdəviyyət inancı Əməvilər xilafətinin sonunda daha çox müzakirə obyekti olubdur və Abbasilər xilafətinin başlanğıcında daha da aktuallaşmışdır. Və bu mövzuda hər nə qədər ifrat baxışları var idisə, bir o qədər də geniş və dəqiq şəkildə xilafətin başlanğıcında öz əksini tapmağa başlamışdı. Və Məhdəviyyət mövzusunda artıq deyir, hamı üçün elə bir fikir formalaşmışdı ki, harada zülüm varsa Məhdi zühur edib qiyam etməklə o zülmü aradan aparıb bərpa eləyəcəkdir. Və Əməvilər İslam tarixində zalim diktator rejim olaraq ki, qəbul olunur. Hətta müsəlmanların ən böyük istəklərindən, dualarından biri də bu idi ki, xilafətin aradan getməsi olsun. Ki, belə bir zamanda formalaşmış İmam Mehdi ideologiyası onların zehinlərinə zuhuru daha da yaxınlaşdırdı təbii ki. Yəni, onların məfkurəsinə, təfəkkürünə, mədəniyyətinə əsasən zuhur hər an baş verə bilərdi. Ona görə də belə bir şəraitdə Mehdinin zuhurunun baş verməsi hamı üçün məqbul idi. Təki bu xilafət aradan getsin. 116-cı ildə Xorasan əyalətində Əməvilərə qarşı qiyamlar baş qaldırır və ki, bu məsələ real gündəmə gəlməyə başlayır artıq o dərəcədə. Hətta qiyamın rəhbərlərindən biri olan Haris ibn Səric Qarabayraqlıların rəhbəri elan edilir ki, hətta Sünən Əbu Davud kitabında mövzuat hədislər də gəlir ki, o 4-cü cildinin 108-ci səhifəsində ki, bu şəxslər həmin o Qarabayraqlılardır, artıq zuhur yaxındır və qiyamın əvvəllərində Qarabayraqlıların zuhuru insanların Əməvilərin zülmündən nicat tapmaqları üçün məhz bundan vasitə kimi istifadə etməsi bir daha
Məhdəviyyət təfəkkürü insanlar arasında geniş yayılmağından xəbər verir. Amma təəssüf ki, batıl formada yayılmışdır. Əhl-i-Sünnə alimi Nəim İbn Həmmad Bəni Ümeyyanın sonu barəsində yazdığı kitabda bu deyilənləri İbn Zübeyr ailəsinə olan fitnələrdən sonra gətiribdir. Kitab-ül Fitənin 1-ci cildinin 193-cü səhifəsinə etibarən. Yəni bütün bunlardan biri nəticə alınır ki, Məhdəviyyət mövzusu Bəni Abbasın Əməvilərə qarşı qiyam etməsi üçün əlverişli vasitə idi. Yəni o zaman müsəlmanların zehnində olan İmam Məhdi inancından istifadə etməklə qüdrətə çatmaq istəyirlər. Hətta belə bir vaxtda Məhdəviyyətin Bəni Abbasla əlaqələndirilməsi haqqında saxta hədislərə rast gəlirik ki, müsəlmanlar arasında məşhur olan hədislərin əsas məfhumunu və mənasını saxlayıb zahirini Bəni Abbasa nisbət verirdilər. Muhammed ibn Abdullaha qarşı olan Nəfs-i Zəkiyyə qiyamın əvvəlindəki beyyətdə bu qəbilədən idi və qiyamın böyükləri Nəfs-i Zəkiyyə beyyət etməklə və onu İmam Məhdi kimi tanımaqla böyük hədəflərə nail olacaqlarını hesab edirdi. Hətta Peyğəmbər Salavatıllahın Əl-Məhdi min Vuldi ismi ki, Mehdi mənim övladımdır, övladlarımdan biridir və adı da mənim adımdandır cümləsini dəyişdirib Muhammed ibn Abdullahla əlaqələndirirlər ki, atasının adı atamın adındandır. Və Muhammed ibn Abdullah İmam Mehdi olmaq üçün o zaman üçün ən ideal insan idi ki, önə verilsin. Çünki Fatimə övladı idi, adı Peyğəmbərin adından, atasında da Peyğəmbər atasının adından idi, uyğun gəlirdi. Bütün bu fitnələrin baş qaldırmağında, xüsusən Əməvilərin çevriliş olub devrilməsində, İmam Mehdi Əcəlallah Fərzəhin adının istifadə olunmasında Abbasların əsas məqsədləri insanlara onların hakimiyyətinin əbədi olacağını çatdırmaq idi. Yəni, Bəni Abbasın Məhdəviyyət mövzusuna diqqət yönəltməsində əsas məqsəd bu idi. Əlbəttə, sonralar Bəni Abbasın əleyhinə digər hədislər söyləməklə yanaşı onlara aid edən hədisləri də digərlərinə aid etməyə başladılar. Xüsusən də 2-ci 10 illikdə Mənsur Abbasın zülmkar hakimiyyətindən sonra bu düşüncə daha çox yayıldı. Hətta Əl-Fitan kitabında Bəni Abbasın zühuru bölümündə İslam böyüklərindən qara bayraqlar mövzusu Bəni Abbasın hakimiyyəti nişanları kimi qeyd olunur. Və qiyam zamanında Məhdəviyyət mövzusu əsasən Bəni Abbas böyükləri tərəfindən yayılır və özlərini İmam Mehdi hakimiyyəti kimi təqdim edirdilər. Məsələn, onların sözlərinə görə özləri seçdikləri Səffah idi, Mənsur idi, Məhdi idi, Hadi idi, Rəşid idi. Bu ləqəblərlə tanınırdılar ki, özlərinə seçərək bundan da başa düşmək ki, nə etmək istəyirdilər. Və mahiyyət olaraq yəni, onların Məhdəviyyət mövzusundan nə başa düşdükləri, necə qəbul etmələri geniş müzakirə obyektidir və bunun üçün də təbii ki, böyük bir təhqiqat lazımdır və o zamanın insanların Məhdəviyyət ideologiyasını bizim başa düşdüyümüz şəkildə insanlar anlamırdı. Yəni onların bilərəkdə Məhdəviyyət mövzusunu Abbasilərlə əlaqələndirilmələrini iddia etsək də düz olmaz. Çünki Abbasların özlərini Mehdi adlandırması, hakimiyyətlərin İmam Mehdi hakimiyyəti bilmələri, o həzrətə aid olan ləqəblərdən istifadə etmələri və bütün bunlara İbn Abbasın hədislər söyləməsi tarixi bir sübut və faktdır. Və daha sonra iddia olunanlardan da biri həmçinin kim olubdu? Muhammed ibn Abdullah bin Həsən, yəni Nəfs-i Zəkiyyə. Bu şəxs 145-ci hicrində doğulubdur. 120-ci ildən xüsusən Zeyd ibn Əlinin Kufə qiyamından sonra Ələvlərə qarşı daha da şiddət artır. Demək olar ki, çox yerdə Əməvi xilafətinə qarşı qiyamlar baş qaldırmışdı və Zeyd ibn Əlinin şəhadətindən sonra qiyamları sürətlə çoxalır əhatələrdə, məntəqələrdə və Məhdəviyyət, belə deyək ki, mövzusu da artıq dillərə düşür və həmin andan etibarən Muhammed ibn Abdullah ibn Həsən olan Nəfs-i Zəkiyyə bu İmam Mehdi adı ilə məşhurlaşır. Və Ömər ibn Şəbbəh yazır ki, Məqatül Talibin kitabında da ki, deyir, o Muhammed ibn Abdullah idi, hətta ona Muhammed ibn Abdullah Məhdi deyə müraciət edirdilər. Yəni, İsfahani da belə nəql edir ki, deyir, Abdullah ibn Həsən müsəlmanlara, xüsusən də Bəni Haşimə oğlu Muhammedin Məhdi olduğunu deyirdi və onlar da bunu qəbul edib Muhammedə beyyət edirdilər. Və Abbasilər hakimiyyətə gələndən bir qədər sonra Muhammed ibn Abdullahı və qardaşı İbrahimi öldürür
və qalan tərəfdarlar isə zindana salaraq ömürlərinin sonuna kimi orada saxlayırdılar. Hətta Muhammed ibn Abdullah barəsində Kufə şiələrinin fikirləri müxtəlif idi və o zamanın şairləri də Muhammedin barəsində də şeir yazıb oxuyubdular. Növbəxti Firəq-u Şiə kitabında müsəlmanların hətta Muhammed ibn Abdullahı İmam Məhdi kimi qəbul etmə səbəbini İmam Baqir əleyhissalamın şəhadətini əsaslı gətirib deyirdi ki, İmam Baqir əleyhissalamın şəhadətindən sonra şiələr iki dəstəyə bölündü. Dəstənin biri Muhammed ibn Abdullahın İmam Mehdi olduğunu iddia elədi. Hətta onun ölümünü belə qəbul etməyib, onun qeybət əkildiyini dedi. Hətta bəziləri onun Məkkə yolunun kənarındakı Əl-Ələmiyyə dağında yaşadığını qeyd elədi. Amma tarix baxımından Nəfs Zəkiyyənin Məhdəviyyət mövzusunu xülasə olaraq belə izah edirik ki, o Bəni Haşimdən olan hakimiyyətə çatmaq üçün geniş şəkildə özünün Məhdi olmağını iddia etmiş və bu yolda öldürmüş bir adamdır. Həmçinin tarixi mənbələr İmam Sadiq əleyhissalamın onunla müxalifətçiliyini və onu bu fikirdən daşındırmaq istədiyini və onu bu vasitə ilə heç vaxt hakimiyyətə çata bilməyəcəyini təkid edildiyini görürük. Və Mötəzilə rəhbərlərindən olan Ömər ibn Əbidə də həmçinin Muhammed ibn Abdullahın Məhdicilik iddiasına etiraz edərək demişdi ki, o necə Məhdidir ki, öldürülür. Yəni, bu da açıq-aşkar bir göstərici idi. Digər bir iddiaçı məşhur Muhammed ibn Məhdi idi, yəni Məhdi Abbasi idi. O da 169-cu hicr ilində doğulmuşdu. Abbasi xilafətin 3-cü xəlifəsi Məhəmmədin ləqəbinin atası Mənsur Abbasi tərəfindən seçilməsi də təsadüfi deyildi və tarixçilərin dediklərinə əsasən kim Mənsur Abbasinin yanında Muhammed ibn Abdullaha Mehdi desə, o dərhal sifətini dəyişib deyərdi ki, o Allahın düşməni yalan danışır, Məhdi mənim oğlumdur. Bəl huvə ibni, əslində mənim övladım Mehdidir. Bundan əlavə Mənsur insanların axmaqlığına istifadə edib oğlunun barəsində saxta hədislər çıxarırdı. Və Mənsur özünün xəlifəlik dövründə İraq əhalisinin mal dövlətini əlinə alıb ambara yığıb üzərini mühürləyirdi. Və dünyadan köçən zamanda da onların yerini oğluna verirdi ki, məndən sonra müsəlmanların xəlifəsi sənsən, o malları ambardan götür və sahiblərinə qaytar. Mən bunu sənin üçün etdim ki, insanlar səni sevsin və sənə Məhdi ünvanında məhəbbət eləsin. Baxın ha, Məhdi Abbasi atasının ölümündən sonra vəsiyyət əməl edir, müsəlmanların Məhdi olaraq sevilməsinə çevrilir. Hətta onun barəsində belə deyək də deyilir ki, o hədislərdə adı çəkilmiş həmin Mehdidir. Və bu cəhətlə də Məhdəviyyət mövzusunu, belə deyək ki, Mənsurun hiləsi və nəfs-i zəkkər iddiası ilə bir növ uzaqlaşmağına və ucuzlaşmağına və müsəlmanların yanına müqəddəsliyin getməyinə qismən də səbəb olur. Tarixçilər Mənsurun Məhdi barəsində digər fikirlərini də təbii ki yazırlar ki, deyir, nə mənim övladım və nə də nəfs-i zəkkər Məhdi deyil. Mən bu adı öz marağım üçün seçmişəm. Daha maraqlısı isə Məğrib torpaqlarında Məhdi Abbasi belə deyək ki, şəhər salıb adını Məhdiyə qoymazdan öncə Rey şəhərində yaşadığı üçün oranı Məhdiyə adlandırmışdı. Baxın ha. Və digər bir şəxs də Əbu Müslim Xorasani idi ki, bu şəxs Hicri 137-ci ildə doğulmuşdu və Əbu Müslim Xorasani Abbasi xəlifəsi Mənsurun vasitəsilə öldürüləndən sonra onun tərəfdarları ki, cəsarət hisslərini qorumaq, məğlubiyyət hisslərinə hakim ola bilməmələrinə görə Əbu Mənsurun ölmədiyini və onun ruhunun qızı Fatiməyə keçdiyini deyirdilər. Yəni tənasüx, reinkarnasiya ki, bu küfür əqidədir və həmçinin onun ruhunun sonraları Fatimənin vasitəsilə nəsildən nəslə keçməsi iddiasında deyirdilər. Və bunu da qeyd edək ki, Xürrəmilik firqəsinin barəsində belə bir fikir mövcud idi ki, məsələn, Əl-Bələd və tarixin müəllifi yazır, 4-cü cildin 31-ci səhifəsində. Onlar Əbu Müslimin ölümünü olduğu müqəddəs bir gün kimi qeyd edib Mənsur Abbasi lənət oxuyaraq Fatimənin oğlu Məhdi ibn Firuzə salam və salavat göndərdilər. Və bundan da əlavə bütün şəriət məsələlərində ona müraciət edirdilər və onların arasında olan elçilərə Fəriştəqan ləqəbi ilə xitab edirdilər. Ki, Xürrəmlərin də bu nəsildən Fatimə adlı belə deyək də bir nəfərin zühur edəcəyi bütün Abbasda yerlə yeksən edib dağıdacağı inancları da mövcud idi. Və hətta Məsudi özü yazır ki, Əbu Müslimin tərəfdarları onun ölümündən sonra iki dəstəyə bölündü. Birinci dəstə iddiasına əsasən Əbu Müslim heç vaxt ölməyəcək
və o cümlədən hazırki durumda qeybə çəkilmiş və bir gün zühur edib yer üzünə zaten dolduracaq. Amma ikinci dəstə onun ölümünü təsdiqləyib imaməti onun qızı Fatimiyə aid edibdilər və buna görə də onlara Fatimilər deyirdilər. Və şeylərə mənsub olan tarixi mənbələrdə də Əbu Müslimcilik, Xürrəmilik firqəsinə yaxın belə firqələrdən hesab olunur. Ki, bu mənbələrdə Əbu Müslimin imaməti onun ölmədiyi və zühur edəcəyi haqqında hətta qeyd edir. Məsələn, Firəquşiyə kitabına buna görə müraciət etmək olar. Velhamdülillah Rabbil aləmin.